Baxaq görək bu günləri biz Fatoşa Temudan nələr sifariş etmişik. İlk öncə hansıları aldığımızı sizə göstərəm. Fatoş üçün bir ədəd ayaqqabı almışdım. I love you, Mommy. Burada bir ədəd boyda almışam. Bu boyunu 8 ay üçün vurmuşum. 8 ayda fotosesiya, həm də diş partisi edəcəyik. İnşallah şəkilləri paylaşım edəcəm sizlərlə. Üzərində bir ədəd belə balpiskası çıxdı. Və görün nələr vurmuşuq biz Fatoşcu. Hoşuna gelmedi mesela. Hadi kameraya bak. Ay, aşkım. Ve onun üzerinde hedefte belə bir bantik gəlir. Dəst olaraq gəlir. Səhv eləmirəmsə 1 manat 90 qəpiyə gəlir. İkisi bir yerdə. Bir ədəd belə bir geyim almışam. Ama onu da deyim ki, çok güzel gəlib Temudan geyimlər hələ ki saydıqcan görürük. Belə deyim. Tam əynilədir, çox gözəl materialı var. Yəni altında da belə bir boyası var. Dəst şəkildə. İkisi bir yerdə. Belə. Geyindirib yenə deyirəm, paylaşım edəcəm. 9-12 aylıq. Fatoş 7 aylıqdır indiki vəziyyəti, amma tam əyninə olur. 7 aylıq üçün 9-12 aylıq ala bilərsiniz, tam oturur. Və bir ədəd belə bir şey zakas vurmuşam. Dişləri aktaları. Əslində ayrı vurmuşam, eyni yerə patovkaya qoyduq bunlar. Belə bir şey. Sonra belə bir dondu. Bunun için bunu da 9-12 vurmuşam. Hadi bakın. Bakmadım. Ben yani böyle görürüm ki əyninə olacak. Üzerinde 2 ədəd rimelidir. Yani beline uygun ölçüdə qoyublar. İstəsəz birini bağlayıb, istəsəz də bu birisini bağlayabilirsiniz. Bir ədəd də yenə deyim bantik qoyublar. Belə. Dəst şəkildə almışam. Əslində ayaqqabını ayrı almışdım, amma bir pakovkada yerləşdiriblər. Belə bir şey də almışam. Bu da pəncərə silmək üçündür. Hər istifadə eləməzsəm, amma yaxşı bir şey oxşuyur. İstifadəni yazacam altdan yorumlara. Necə? Yaxşı təmizləyir, Allaha dəyir, yoxsa dəyməz. Sonra Adoşa belə bir baş sancaqlar almışam. Belə. Bu şəkildə. Əslində Adoşca sumkalar almağı, proşkalar almağı çox sevirəm. Belə bir çiziş ayaqqabı da gəlir. Bu ayaqqabını da əslində yay üçün vurmuşam. Buna uyğun bir don da vurmuşam. Dəniz yenə deyirəm, dəniz kənarına almışam bunları. Orada rahat bir şəkildə geyinsin yaydan. Dəniz kənarına aparacam uşağı. Orada gəzməyə çox xeyirli uşaq çox. Belə bir dizişlərdir, çox qəşəngdir. Bunu da 5 manat neçə qəpiyə vurmuşdum. Onun tərcümə bu olur. Amma o birisi məncə olmayacaq ayağıma. Çünki bunun burası açılıb bağlanır. Rahat bir şəkildə olursa açılmır. Size gösterdim ayakkabı. Bu ayakkabılara uygun size dediğim dəst modeli. Belə bir dəniz kənarına yenə deyirəm. Çox qəşəngdir. Hamısı çox qəşəng gəlir. Çox xoşuma gəldi. İlk dəfə də vururam, ona çox razıyam. Belə bir dəsti.
Və bu da onun şlyapasıdır. Belə bir cins geyimləri mən çox sevirəm əslində. İnanıram ki, Fatoşada qəşəng qalacaq. Belə geyimlər rəngini çox açır. Belə bir tulumdur, yəni şortik. Bu da çox qəşəngdir. Onun razmeri üstündə yoxdur deyəsən, yox var. 73 vurmuşam. Yəni tam batanda oturacaq mənimlə gəlir. Dəniz qırağına aldığım boyda dedim sizə ilk videoda çəkilmişdi. Həmin boyda diş partisinə belə bir ayaqqabıda. Ayaqqabı deyil, əslində reklam kab. Belə bir reklam kab olmuşam. Çox qəşəng görsənir, yəni belə dəst şəkildə təqdim edəcəm. Və belə 2 ədəd evdə giyinmək üçün tulum. Çox sərindir, çox sərin saxlayan bir materialı var. Nazikdir, 9-12 vurmuşam. Əslində tam batan olacaq. İddialı uşağa. Əslində uşaq iridirsə, yəni biraz böyük vursanız daha yaxşı olar, səhvəli olar. Yox, balacaqsa öz razmerində vura bilərsiniz. Bir belə, bir ədəd də belə. Çox gözəldir, çox qəşəng. 9-12 materialda belədir. Və sonda bir ədəd belə bir şey ayağı üçün taxmağa, niyə geyindirəm? Dəniz kənarına ayağına taxıb belə bir fotosensiyyə eləmək üçün almışam. Belə bir şeydir. Və bu arada qızlar, bu tezdən gəlir ki, Instagram səhifəsini etiketləyəcəm. İstəsəz oradan sipariş edə bilərsiniz. 1 iyun uşaqlar üçün almışam hədiyyəsidir, yəni bunu belə deyilsə. Balaca bir kula, qoşuşdurucu belə. Bir ədəd də belə bir dəst şəkildə saç üçün qoşqan. Necədir, xoşuna gəldi? Xoşuna gəldi? Bibisi oğlumun yaxınlarda toy olacaq. Onun üçün gedib geyimlər almışıq. Aldığımız dükkanın adı Brand Kids'dir. Primorski'də, yəni belə deyil, yerini də deyil. Bu ayaqqabını ona başqa yerdən almışıq. Baby Choice'dən almışıq. İlk önce ayaqqabını göstərirsə. Belə bir ayaqqabıdır. Belə yerində durmur, qaynayır. Həmin Baby Choice'dan bir ədəd belə bir göstərim sizə. Bir ədəd belə bir qolbağıdır. Buyur, adam. Bu da belə bir kroşkasıdır. Və sizə dediyim kimi, ən çox sevdiyim mərhələyə gəlirik. Qızım üçün aldığım çanta. Və mən çox xoşlayıram uşaq üçün belə didiş-midiş çantalar almağı. İlk çantası da bu oldu onun. Belə bir. Əslində bunları sanırım belə tutsun. Bu şeydir, yəni bundan işlədə bilər. Belə bir. Yine paylaşım edəcəm sizə şəkli. Al çantama. Belə bir, dediyim Brand Kids'dən belə bir geyim almışam. Bunu giyinəcəkdir. Bunun sırf burasına uyğun, rənginə uyğun belə bir çanta almışam. Bu da ayaqqabısı buraya giyinəcək. Əslində istəyərdim ayaqqabısı buraya da olsun, yəni tapa bilmədim.